Axşamınız xeyir olsun. Tamamla efirdədir. Bugün Tamamla üçün yubiley buraxılışıdır. Bugünə qədər nə az, nə çox, düz 180 oyuncu ilə 30 buraxılışımızı tamamladıq. Elə ona görə də bu yüzden bugün Tamamla kollektivi üçün bayram buraxılışı sayılır. Gəlin görək bugünkü oyuncularımız kimlərdir və onlar bugünkü Tamamla oyununu necə tamamlayacaqlar? Beləliklə ilk komandanın üzvləri. Gözəl Göyçək, boylu buxunlu, azad təbiətli, hər nə desən belə yaxşıdır deyən Kamilə Babayeva. İstedadlı şovmen, gözəl dost, tayları oğul-qız toyuna hazırlaşan, özü isə hələ də qismətini axtaran Şəhriyar Əbilov. Əkiz qızların anası, sevimli aktrisamız, Respublikanın əməkdar artisti Vəfa Zeynalova. Bir daha salamlayıram. Sizi burada görmədən həqiqətən mən də, tamaşaçılarımız da çox məmnundular, şaddılar. Və bir şeyi qeyd edeyim. Bugün Tamamla verişinin 30-cu buraxılışıdır. Və dostumuz Edelveys bununla bağlı bu gül çiçəklərini sizə hədiyyə göndərib. Bu gözəl gül çiçəklərini buyurun. Beləliklə ikinci komandanın üzvləri, aparıcı, prodüser, bəstəkar, son vaxtlar daha çox müğənni Murad Arif. Xanım Xatın, çox təcrübəli televiziya aparıcısı Afaq Gəncəli. Və nəhayət, süperstar, super intellektə malik, 100% səhnəni ram edən, ulduzluq zirvəsinin həm pikini, həm cikini bilən Respublikanın xalq artisti Faiq Ağayev. Biz mehriban ailey, bağışla sevirəm, deyə bilmirəm. Məni bağışla. Süpelə bilir şapdadır. Səndən gül iyi gələr. İşıqsız qaldım nənə. Oğlu Məhməd toy eləyir Gülbada. Sənə 100 yaşlı dular vat, yaraşar ay deyənə. Yes! Bəli! Oyunumuz haqqında bilginiz, informasiyanız var, amma mən bir daha qaydalarla sizi tanış etməliyəm. Beləliklə oyunumuz 6 türdən ibarətdir. Sizə bir neçə mövzuda suallar, tapşırıqlar təqdim olunacaq və yalnız Tamamla siqnalından sonra komandaların kapitanı, bax bu gördüyünüz düyməni sıxıb, komanda şəklində həmin sualların, tapşırıqların ardını tamamlamalısınız. Və təbii ki, oyunun sonunda xal hesabı ilə qalib gələn komanda sponsorluğumuzdan çox dəyərli hədiyyələr qazanacaqlar. Və bir də qeyd edeyim, komandaların adı olmalıdır, mütləq və kapitan olmalıdır. Siz bu barədə yaxşı-yaxşı fikirləşin, götür-qoy edin. Mən isə ilk turumuzu elan edirəm. Beləliklə əziz tamaşaçılar, sevilən məşhurlarla, maraqlı insanlarla ilk turumuza başlayırıq. Əziz komandalar, qeyd elədiyim kimi sizə vaxt verildi. Komandaların adı və kapitanı. Başlayaq sizdən. Afaq xanım, buyurun, komandanızın adı və kapitanı kimdir? Bizim komandamızın adı, biz belə fikirləşdik ki, Murad Arif, Afaq Gəncəli, Faiq Ağayev, yəni A kateqoriyası. Aha, A kateqoriyası. Və kapitanımız da məşvərət elədik ki, Muraddır. Ən cəldimiz, ən çərinkimiz odur. Uzağa geciksə də. Geciksə, yəni itələyə bilərsiniz. Kömək eləyəcək. Beləliklə, komandanın adı A kateqoriyası və kapitanı Murad Arif. Alqışlar.
Amma bizim adımız nədir? Bizim adımız təbii ki Bakılılar. Bakırlılar. Qəməndir dedisə, O da olmalıdır. Kapitan da Kamilədir. Yox, Şəhriyardır. Beləliklə komandanın adı Bakırlılar, kapitansa Şəhriyar. Alqışlar. Və bir qaydanı da nəzərinizə çatdırım. 2 tur ard-arda qələbə qazanan komanda Faiq bəy. Rəqib komandadan bir nəfəri oyundan uzaqlaşdırmalıdır. Mən ilk turumuzu sizə elan edim. İlk turumuzda nədir? Teletamaşalardan mahnıların sözləri şeir formasında səslənəcək, yarıda kəsiləcək və təbii ki, tamamla siqnaldan sonra kapitanlar düyməni sıxıb komanda şəklində həmin mahnının ardını mahnı kimi musiqi ilə səsləndirsəz daha yaxşı olar. İlk teletamaşadan mahnımızın sözləri səslənsin. Elçilər iş açdılar, qaçdılar. Üzük neynəsin indi, üzük bilmir kimindir. Üzük yeri çaş düşüb, yamanca çaş baş düşüb. Qız oğlana şad baxır, oğlan qıza yad baxır. Şəhriyar. Buyurun, tamamlayın. şuftadır. Şup elə bilir şaptadır. Nə şaptadır, nə şupta? Yaman taraf durub. Bravo! Gəlin görək Bakırlar komandası taraf grupla tamamlaya bildilər, yoxsa yox? Eşidək. Şuptadır, şup elə bilir şaptadır. Da şaptadır, da şupta, yaman taraf durubda. Bravo, bəli, doğrudur. Bir xalı qazandınız, indi ikinci mahnının sözlərini eşidək. Mehribanlıq səadətdir, səadəti yaşadalım. Ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadalım. Murad. Üstümüzdən əsti külək, şən zarafat şirin kələk. Biz mehriban ailey, gəlin dostlar deyək gülək. Biz mehriban ailey, gəlin dostlar deyək gülək. Bravo! Əslətlə bravo. Amma gəlin bir daha əsl variantda qulaq asaq görək. Doğru tamamlayıblar, yoxsa yox? Üstümüzden keçti külək, şən zarafat şirin kələk. Biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Bravo. Və A kateqoriyası komandası sübut edir ki, onlar həm də mehriban komandadılar. Bəli. Hesab 1-1-dir və sonuncu. Bir ötən sevgini unuda bilsən, könlümü sevginlə ovuda bilsən, bir axşam yanına qayıda bilsəm, bağışla məni. Şəhriyar. Murad, çox təəssüf. Hə, davay, başla vəfa. Bağışla əzizim, məni bağışla. Mən üzrüstəm bəs əvvəli. Sonra ardı gəlir. Ardı var. Bağışlanı verdi. Yox, bağışla vardı orada. Ardı var. Sonuncu misal. Vay be, narahat olmayın, mən sizdən soruşacağım. Narahat olmayın. Yox, mən sadəcə o izah edirəm ki, sizin söylədiyiniz o axırıncı misraydı. Ondan sonraki lazım. Bəli, ardıcıllıq var. Oxuyun, gül verəcəm sizə. 3-ə kimi sayıram. 1, 2, 3, çox təəssüf, Bakırlar komandası. Yox, bilmədiniz. Buyurun, mən üzümü Faiq bəyə tuturam. Bağışla qapını, döyə bilmirəm. Bağışla sevirəm, deyə bilmirəm. Özümdə bilmirəm, ah niyə bilmirəm bir yerdə. Bağışla, məni bağışla. Bravo. Gəlin, Ardarda bir nəfəri qovancıyıq indi. Yox, ardarda Faiq bəy, gəlin eşidək, ondan sonra biləcək ki, Afa xanım sizi bağışlayır, yoxsa yox. Gəlin eşidək. Bağışla qapını, döyə bilmirəm. Bağışla sevirəm, deyə bilmirəm. Özümdə bilmirəm, niyə bilmirəm. Bağışla,
məni bağışla. Bravo! Alqışlar! Alqışlar! Dəqiq cavab və gözəl ifa. Və bu deməkdir ki, bu turda, ilk turumuzda A kateqoriyası komandası 2-1 hesabı ilə önə keçdi. Biz isə keçirik növbəti tura. Beləliklə ikinci turdayıq. Bunun əvvəlki turda A kateqoriyası komandası 2-1 hesabı ilə önə keçdi. İkinci turda filmlərimizdən məşhur frazaları tamamlamalı. Ekranda hər hansı filmdən fragmenti görəcəksiniz. Yarıda kəsiləcək. Yalnız və yalnız təbii ki, tamamla siqnalından sonra kapitanlar düyməni sıxıb həmin frazanın ardını tamamlamalısınız. Və bir şey də nəzərdə çatdırım, köməklik edirəm. Bu dəfə frazalar musiqi ilədir. Şəhriyar. Şəhriyar. Oğlum Məhməd toy eləyir Gülbadam. Yox balam, babam evlənir Gülcan. Babam evlənir, babam evlənir. Bax, görürsünüz, Faik bəy almışlayır, deməli, razı qalır. Amma gəlin baxaq görək, doğru tamamlamışsınız, yoxsa yox. Toydu bizim evimizdə Gülbadam. Oğlun Əhməd toy eləyir Gülcan. Yox canım, babam evlənir Gülbadam. Bravo, bir xalı qazandı. Bəli, doğrudur. Növbəti filmdən fragmentə baxaq. Qoca kaftar, sənə 15 yaş olan qız nə gərək? Bəs qorxmursan, bu ki axır da gələr başa kərək. Yenə də Şəhriyar. Yenə də Şəhriyar. Eyni zamanda deyildi. Üçə kimi sayıram. 1. Sənə 15, sənə 60 yaşında dolar vat yaraşar. 60 yox idi. Sənə 60 nə? Yaraşar, ay. Sənə nə? Sənə nə? Sənə 80 yaş olan qız yaraşar, ay. Qəbul edin cavabınızı. Olar mən A dəqiqləşdirmək kateqoriyası komandası. Mən indi sizin variantınızı qəbul eləmək istəyirəm. Buyurun. Sənə 100 yaşlı dular vat yaraşar ay dəyənək. Sonrası da deyil. Gəlin baxaq görək, doğru tamamlamışsınız yoxsa yox. Sənə 100 yaşlı dular var, yaraşar ay dəyənək. Sənə 100 yaşlı dular var, yaraşar ay dəyənək. Üzünü itsə görərsə, yalamaz sən ölərsən. Bravo. Bakırlar komandası. Çok tersi. Üzünü Faik bəy görərsə, yalamaz sən öləsən. onu da dedi. Hesab bir-birdir Bizə və qalır qaçmaq, qardaş. sonuncu filmdən fragment. Çox döyürdün, dönməsən yol çəkməyə, gedəcəksən baş tutmadı arzun İsmail. Bir balasına. Şəhriyar, yenə də Şəhriyar. Bu dəfə solma. Çox döyürdün sinə, sən yol çəkməyə gedəcəksən. Nə oldu bəs Arzun İsmail? Mən bilirəm. Bəs nə oldu? Sən göqçü çıxdın, məni dağlara aparmadın. Cavabınız yox. Çox tərsi, çox tərsi. Üzümü tuturam. A kateqoriyası komandasına. Buyurun. Bəs lovğalanırdın sən, tezdən oyandın. Bəs nə oldu tikintiyə getmədin qaldın. Hey, tikinti zat yoxdur orada. O qulaq assa. Bir dəqiqə. O vaxt sən Vəfa, ən azından Faik bəy maraqlı bir cavab verdi. Yəni, musiqi ilə sözlər üst-üstə düşürdü. Amma gəlin baxaq görək, doğru tamamlayıb yoxsa yox. Çox döyürdün, dönməsən yol çəkməyə, gedəcəksən baş tutmadı arzun İsmail. Çox lovğalandın, ay ulan tezdən oyandın. Bəs nə oldu
Həqiqətən də. Doğrudan da. A kateqoriyası komandası hələ ki və xüsusən də Faiq bəy çox gözəl oyun nümayiş etdirir. Tikinti sözünə görə qorxurdum, istəyirdim oxudum. Bəs nə oldu dağlara sən getmədin qal. Çünki yadımdadır ki, dağlara Yaxşı ki, tikinti demişsiniz. Biz yalnız bravo. Amma Vəfa xanım şübhə edirdi ki, orada tikinti sözü var. Beləliklə, bu turda 2-1 hesabıyla yenidən A kateqoriyası önə keçdi və 2 tur ard-arda qələbə qazandı. Onlar rəqib komandadan kimi çıxardacaq? Bunu reklamlardan sonra biləcəyik, bizdən ayrılmıyor. Başıma getirdi, seni gördüm özümü yitirdim. Hiç kimi sevmərəm sanırdım, bir bakışınla yoldan etdim. Ah bu nədir başıma getirdi, seni gördüm özümü yitirdim. Hiç kimi sevmərəm sanırdım, bir bakışınla yoldan etdim. Yüreğini ver mənə söz verirəm sənə, gəl səni xoşbəxt eyləyim. Mənə söz verirəm sənə, gəl səni xoşbəxt eyləyim. Yalan deyil, yox yalan deyil, gözlərimə bax nədir. Səni ay zalım çox sevirəm, gəl səni xoşbəxt eyləyim. Yalan deyil, yox yalan deyil, gözlərimə bax nədir. Səni ay zalım çox sevirəm, gəl səni xoşbəxt eyləyim. Ay bu nədir başıma gətirdim, səni gördüm özümü yitirdim. Heç kimi sevmərəm sanırdım, bir bakışınla yoldan etdim. Yüreğini ver mənə söz verirəm sənə, gəl səni xoşbəxt eyləyim. Yüreğini ver mənə söz verirəm sənə, gəl səni xoşbəxt eyləyim. Ay can yalan deyil, yox yalan deyil, gözlərimə bax nədir. Səni ay zalım çox sevirəm, gəl səni xoşbəxt eyləyim. Yalan deyil, yox yalan deyil, gözlərimə bax nədir. Səni ay zalım çox sevirəm, gəl səni xoşbəxt eyləyim. Gözlərimə bax nədir, səni ay zalım çox sevirəm, gəl səni xoşbəxt eyləyim. Gəl, gəl səni, yalan deyil, yox yalan deyil, gəl səni xoşbəxt eyləyim. Ay can. Faiq bəy, təşəkkürlər. Həqiqətən də buranı necə lazımdır, coşdurdur. Amma indi elə bir məqama gəlib çatdıq ki... Aması yoxdur. Tamamlanın 30-cu buraxılışıdır. Bəli. Biz qaydaları belə komut surətdə pozmuruq. Xahiş edirik. Bizim haqqımızda qalsınlar, heç kim getməsin. Təşkilat fondu belə bir qərara gəldi ki, bugün 30-cu buraxılış oldu. Bayram olduğuna görə, yubiley olduğuna görə bütün oyunçuları oyundan kənarlaşdırır. Mən çox sevdim.
Bizə biz qalib kimi. Atam, bəs sən kimdən oynayacaqsan? Heç kim oyunu tərk etmir. Oyuna davam edir. Üçüncü turdayım. Murad, üçüncü turumuz nədir? Əziz komandalar, ekranda foto görəcəksiniz. İstənilən bir foto. O fotoda nə çatışmır, onu tamamlamalısınız. Təbii ki, yenə də tamamla siqnalından sonra kapitanlar düyməni sıxdıqdan sonra. Gələcək, qaçacaq, bunu basacaq. Bəli, indi qayıdırsınız yerinizə. Yolda gedim ona bir daha partlaşma qoyum sonra gəlir. Burada elə şey yoxdur. Diqqət ekrana. Şəhriyar. Baxdınız, nə çatmır? Ağ tərəfdə 100 çatmır. 100 çatmır, ağ tərəfdə 100 çatmır. Gəlin baxaq. Aşağıda, manatın qabağında. 100 çatmır. Bəli, doğrudur. Bir xalı qazandınız, indi isə ikinci fotoya baxaq. Yenə mən. Yenə Şəhriyar. Yo, birinci. Yox, Şəhriyar. Çox cüzü fərqli. Orada həm tac ola bilər, həm də 2 dənə şir ola bilər. İndi bir dənə yaduza salın. Dəqiq variant. Cavab. Tac deyirsiniz. Dəqiq. Şirlər də var orada, ikisindən biri olmalı. Tac deyirsiniz, qəbul edin. Yaxşı olsun tac. Eləsə gəlin baxaq. Yes! Bəli. Əziz komandalar, oyunçularımız, üçüncü foto. Diqqət ekrana. Bu dəfə Murad. Təbrik edirəm Murad. Axır ki, Şəhriyarı qalib gələ bildim. Özüm deyərəm. Buyur. Səhv eləmirəmsə, onun əlində o çubuq olur da, muştu da denir deyəsən. Çubuq deyirsən. O kimdir? O Bəli. Çubuq deyirsən. Gəlin baxaq. Bəli. Doğru tapdın. Diqqət, növbəti foto. Diqqət. Nə oldu? Sən nə deyəndin? Şəhriyar tərpənmədi. Planetlərdir. Planetlərdir. Planet sistemində məncə hansı çatmır? ən gözəli halqalı planetdir. Ətrafında halqası var. Saturn planetidir. Saturn planeti. Bəli. Gəlin baxaq. Bəli. Bravo. Hesab 2-2'dir. Eybi yox. Və Şəhriyar. Eybi yox. Son foto. Bunu burada. Mən idim. Çox olduqca cüzi fərqlə Şəhriyar düyməni birinci sıxdı. Nə çatmır, yaxşı, nə çatmır? 4 dənə şey çatmır, sütun çatmır. 4 dənə sütun. Yox, ay ulduz çatmır, ay para. Dəqiq cavab, dəqiq cavab. Əslində ay ulduz da yoxdur, amma Ay ulduz çatmır. öbürsü də yox. Ay ulduz deyirsiniz. Mozubu düz deyir. Mən sizin cavabınızı qəbul elədim və təbii ki, A kateqoriyası komandasının variantını öyrənək. Şəhər ərazim, bu da oradan Tac Mahaldır. Və orada 4 minarə var. Mən deyirəm, əsərdə 4 minarə çatmır deyirsiniz. Minarələr. Komandaların fərqli fikirləri var, variantları var, amma gəlin baxaq görə əslində orada nə çatmır? Bu Tac Mahal. Bəli. Minarələr. 4 minarə. Vəfa xanım inatkarlıqla bildirdi ki, ay ulduzdur ki, ay ulduz. Və bu o deməkdir ki, 3 xalı qazandı. A kateqoriyası komandası 2 xalı qazandı. Növbəti tura. Dördüncü turdayım. Bundan əvvəlki turda yenə də A kateqoriyası komandası 3-2 hesabı ilə önə keçdi. Faiq bəy, dördüncü turda bayatılardı. Ekranda tamam nənənin bayatlarını işləyəcəksiniz. Yarıda kəsiləcək. Tamamla siqnalından sonra Murad Arif. Hər diyorsun davam etdirəcək. Bayatının ardını tamamlamaq lazımdır. Diqqət ekrana, baxaq. Suda sel iyi gəlir. Daşdan gil iyi gəlir. A mənim bircə balam. Ora bax. Abi uşağı qıdıqlar indi orada güldürün uşağı. Nəvəm deyə ortalığa qoyub qıdıq milləti gülsün. Şəhriyar. Sudan sel iyi gələr. Daşdan gil iyi gələr. A mənim bircə balam. Səndən gül iyi gələr. Səndən gül iyi gələr.
Gəlin baxaq. Sudan sel iyi gələr. Daşdan gil iyi gələr. A mənim bircə balam səndən də gül iyi gələr. Bravo Kamilə, bravo. Bir xalı qazandı. Təbrik edirəm. Alqışlayaq, alqışlayaq. Növbəti və sonuncu bayatı. Səhəngi aldım nənə. Suya yollandım nənə. Bu viranə çöllükdə işıq niyə söndü? Mən oşə, amal işıqlar söndü, Rubilika baxın bəlkə oradan atıbdı. Bu dəfə Murad Ali. Səhəngi aldım nənə, suya yollandım nənə. Bu viranə çöllükdə İşıqsız qaldım nənə. Mən cavab kimi qəbul elədim. Amma gözəl səslənir. Çox iddialı cavab verdim. Amma gəlin rəqib komandanın variantını öyrənək. Tənha yer var orada. Susuz qaldım mən. Yox, suya yollandı axı. Nə dəxli var ki? Suya yollandı, çöllükdə işıqsız qala bilməz. Dəqiq cavab. Köməksiz qaldım. Köməksiz qaldım nənəm. Hər iki komandanın variantını qəbul elədim. Amma gəlin baxaq görək əsl, doğru variant hansı? Səhəngi aldım nənə. Suya yollandım nənə. Bu viranə çöllükdə mən susuz qaldım nənə. Vəfa xanım doğru səsləndirmişdi, amma siz inatlarını verədiniz Şəhriyar və bu xalı komandanıza qazandıra bilmədiniz. Bu o deməkdir ki, bu turda bir xalı qazandı Bakılılar komandası. Alqışlar. 1-0. Biz isə keçirik növbəti tura. Çox gülməli gəlir. Murad, təşəkkür edirik sənə. İndi 5-ci turdayıq. 5-ci turda nədir? Uşaqlıq fotosuyla məşhurların adını tamamlamaq. Yəni, məşhurların kimliyini tamamlamaq. Uşaqlıq fotosuyla. Sonra bir şəkil çıxacaq. 3-cü şəkil. Onun kimliyi hələ bilinmir. Mən variantlar oxuyacağım. Burada tamamla siqnalını gözləmirsiniz. Düzgün bildiyiniz... Mən variantlar oxuyacağım. Düzgün bildiyiniz variantı eşidən kimi düyməni sıxmaq lazımdır. Hazırsınız? Yəqin ki, başa düşürsünüz. Elə isə diqqət ekrana. Yuri Gagarin, Nikulin və sonuncu şəkil. Alla Pugaçova. Davayda qal. Bəli. Gəlin baxaq. Alla Pugaçova. A kateqoriyası bir xalı qazandınız. Təbriklər. Diqqət ekrana ikinci sual. Ronaldo, Ricky Martin. Bilirəm. Üçüncü. Oxuyuram. David Beckham, Leonardo DiCaprio. Murad Ali. Bəli. Gəlin baxaq. Bəli. Leonardo DiCaprio. Ən sevdiyim aktör deməli, mən yandıram. Mən o xəstəsiyəm o aktör. Hesab 2-0'dır A kateqoriyası. Bravo, möhtəşəm oyun. Sonuncu sualda. Sonuncu. Faiq Ağayev, alqışlar. Kamilə Babayeva, alqışlar. Özünüzü alqışlayın. Bəs o üçüncü. Fuad Poladov. Yox. Fəxrəddin Manafov. Da. Şəhriyar. Bir dəqiqə, Murad Tərizmə. Sənin üçün sual bitdi. Düyməni sıxdın. O deyildi. Və sonuncu. Sən burada deyən. Necəsən? Nə var, nə yox? İşlər necədir? Yaraçıdan Rasim Balayev. Mən bu yaxın ən sevdiyim aktörlərdən biridir. Ayda. Amma onu oxşamır axı, odur. Üçüncü versiya qulaq asaq. Üçüncü versiyanız nədir? Fuad Poladov, Fəxrəddin Manafov, Rasim Balayev. Rasim Balayev. Yox, düyməni basmanı basırıq. İndi qayda yerinizə biləcəksiniz Rasim Balayev də yoxsa. Fuad Poladov da Rasim Balayev. Bəli, Rasim Balayev. 3 xalı qazandılar. Təmiz qələbə. Bu alqışları xahiş edən bizim böyük sənətkarımıza, xalq artistimiz Rasim Balayevə gəlsin. Beləliklə biz keçirik növbəti sonuncu tura. Əziz tamaşaçılar, sonuncu turdayım. Bundan əvvəlki turda A kateqoriyası komandası 3-0 hesabı ilə önə geçdi.
Sonuncu tur nədən ibarətdir? Ekranda səhnəciyi görəcəksiniz, aktyorlarımızın ifasında. Diqqətlə baxırsınız səhnəciyə. Yarıda stop olunacaq. Variantlarımızı deyil. Və mən variantlar oxuyacağım. Bu variantlar nədir? Səhnəciyin qəhrəmanı Alxasın hərəkətini tamamlamaq. Bu turda qazanılan xal 10 xaldır. Son dərəcə diqqətlə səhnəciyə baxar. Alxas. Hə. Ay Alxas, mən evdən çıxanda qazı bağlamışdım. Hə, bağlamışdın. Alxas, bəs işıqları söndürmüşdüm. Hə, söndürmüşdüm. Ürəyim sakit oldu. Ay Alxas, bəs evin qapısını bağlamışdın. Yox, bağlamamışdım. Necə yəni bağlamamışdım? Yenə şey ola, bəs hara baxırdın? Ay dədəm vay, məndən nə istəyirsən? Bunu da birinci dəfədir mən sənlə dənizə gəlmişəm. Niyə beynimi xarab edirsən? Ha, qoy biraz istirahat edeyim də, güdməliyəm səni. Beynimi xarab elədin. A variantı, Alxas paltarını geyinib gedir. B variantı, Alxas arvadın əlindən tutub qaldırır və deyir ki, zəhmət çək, get, qapını bağla, sonra gəl. C variantı, Alxas qaça-qaça gedib tullanır dənizə. Yox. Şəhriyar idi. Hansı variant? Əsəbləşir, soberi. Əşiqə indi bağlayaram da. A variantının üstünə deyəmişsiniz. Sizin variantınızı qəbul elədim. A kateqoriyası komandası. Çünki bunlar dənizə gəliblər, onun hədəfi dənizə gedəcək, C. Siz C variantının üstünə deyəmişsiniz. Bakılar komandası A variantını seçdim. A kateqoriyası komandası isə C variantını seçdi. Amma gəlin baxaq görə, əslində hansı variant? Niyə beynimi xarab edirsən? Ha, qoy biraz istirahat edeyim də. Beynim xarab oldu mənim. Sən bunun yanında otur. Bəli. Doğru cavabı A kateqoriyası komandası səsləndirdi və alqışlar o komanda üçün. Amma yekunda hansı komanda qələbə çalır? Bunu Faiq Ağayevin ifasından sonra biləcəyik. Alqışlar. Bir daha dönmərəm
bilə, nə də ona məni. Artıq bir dünyam var, yenidən yeni. Çoxdan qoparmışam bu qəlbimdən səni yar. Əlvida demişəm sənli günlərə. Artıq peşman olsan da geçdir geç. Xatırlamaq səni istəmirəm heç. İllərlə qəlbimlə oynamısan sən de. Nə dəyişəcək möhtacam desən. İndi dünya üstə bir dünya versən. Əlvida demişəm sənli günlərə. Bir daha dönmərəm qəmli illərə. Əlvida demişəm sənli günlərə. Bir daha dönmərəm qəmli illərə. Əlvida demişəm sənli günlərə. Əlvida demişəm sənli günlərə. Əlvida demişəm sənli günlərə. Vay be, teşekkürler. İndi hansı komanda nə qədər xal toplayıb onu biləcəyik. Gəl oxuyaq. Beləliklə Biz olar biləlim, əlvida mahnısı oxuyaq o xallara qalır. hələ oxumayın, axırda. Xallarınızı deyim, sonra oxuyun. Bakırlılar komandası. Bir xal. Sizin bugünkü çox yaxşı bir oyununuzun nəticəsində əlinizdən gələni elədiniz. Ayaqlarımdan gələni. Hər şey əlaydı və buna rəğmən sizin topladığınız xal nə az, nə çox. Nə az, nə çox. Hələ tamamla tarixində belə bir şey olmayıb. 5 xal! Almışlar! A kateqoriyası komandası. Sizin topladığınız xal 10 xal ələ axırıncı oyunu. nə az, nə çox. 15. Heç bilmirəm necə deyim bu barədə, necə xəbər deyim, necə sizə mən bunu deyim bilmirəm, amma mütləq bunu deməliyəm. Sizin topladığınız xal 20 xaldır, alqışlar. Və beləliklə bugünkü oyunumuzun qalibi A kateqoriyası komandası oldu. Təbriklər. Əslən beləliklə bugün yubiley verilişimiz, 30-cu verilişimiz sona çatdı və təbii ki, qalib A kateqoriyası komandasına sponsorumuz Baku Elektronikdən çox gözəl, super məişət avalanlığı təqdim olundu. Alqışlar Baku Elektronikdən. Məğlub Bakırlar komandasını da əl-boş yola salmırıq. Həmişə olduğu kimi onlara və eləcə də qalib komandaya Çiko'dan və bizim tarladan çox gözəl hədiyyələr təqdim etdik. Təşəkkürlər sponsorlarımıza. Və sonda təbii ki, mənim öz təşəkkürlərim də var. Geyimimə görə Binə Ticarət Mərkəzi 2-ci sıra 4-cü korpusda yerləşən Bagi kişi geyimləri mağazasına və şəxsən Ruslan müəllimə öz dərin təşəkkürlərimi bildirirəm. Və saç düzülmə görə həmişə olduğu kimi dostum ustam isilə dərin təşəkkürlər. Əziz tamaşaçılar, biz burada tamamladıq. Gələn həftə eyni gündə, eyni saatda yenidən qarşınızda olacağıq. Sağ olun.